Salam əzizləyicilər. Deməli, bu gördüyünüz BMW F30 avtomobilini düşmüşük Cəlal ustamızın yerdə üstündə parçalamağa. İndi mən bəzi işlərini görmüşəm, indi yerdə qalan prosedurda Cəlal abinin üzərindədir. Deməli, nə ayırıq? Interkulleri dəyişirik. Niyə dəyişəcəyik? Daha doğrusu təmir edəcəyik. Bu avtomobili qardaş ucuzalıb. İpilüstəki bu avtomobil qabaqda zədə ilə alınıb. Yəni, udarı olub o avtomobil qabaqda. Interkuller bütün korpusu qırıq-qırıq idi. İndi biz onu təmir edəcəyik inşallah. Bundan əlavə olaraq karabkanı sökdük, qoyduq yerə. Karabka yağı dəyişildi, daha doğrusu dəyişiləcək. Karabka paduçkalar dəyişildi. Karabkanı niyə sökdük, qoyduq yerə? Çünki arxa salnikdə yağ axıdırdı, 2 dizeldir. Arxa salnikində dəyişdik. Sonra mühərrik yastıqlarını da dəyişdik. Karabka paduçkalarını da, karabkan yastıqlarını da dəyişdik. Daha sonra nə iş gördük bunda? Bir neçə prosedurlar qalıb. Onları da eləyəcəyik inşallah. İndi buna baxın, zəhmət olmasa. Baxın, karabkanın filtridir. Bax, bax, bax. Bura bax, buna bax. Bir də buna baxın. Görürsünüz struşkanı. Dəmir tozu. Baxın, baxın. Görürsünüz. Yəni, burada yağ demək olar ki, yoxdur da, yəni. Hələ bura baxın. Bax, 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 burada xırda, bax, görürsünüz, ağ nöqtələr. Bunlar hamısı dəmir tozlardır. Struşkalardır, yəni. Baxın. Görürsünüz. Bütün bunların hamısı, təbii ki, mühərrik yastıqlarına tutmuş, filtrinə qədər hamısı orijinalla əvəz olunacaq. Bu köhnə, bu təzə. Gördüyünüz kimi nə qədər oturub, nə qədər fərq var. Görürsünüz. Hamısı orijinal detalla əvəz olunacaq və müştəri təhvil verəcəyik. Təşəkkürlər, izləmədə qalın. Kimi ki, avtomobildə qulluq lazımdır, bizim servis seçib yaxınlaşa bilərlər.